Çində yaşayanlar bilir ki, Guangzhouda xariciləri mototsikldə, velosipeddə saxlamırlar. Və bunun səbəbini mən bilmirəm açığı. Bəlkə kimsə bilirsə, desin ki, bunun səbəbi nədir. Mən məsəl üçün indi bu dəqiqə buradan keçdim, amma saxlamaq istədi. Mənim baykım biraz yekədir. Saxlamaq istədi, amma saxlamadı. Mən fikirləşdiyimə görə bunun 2-3 dənə səbəbi var. Birinci səbəbi xariciləri incitmirlər ki, rahat yaşasınlar və ümumiyyətlə öz ölkələrinə Çindən yaxşı danışsınlar. Bu bir. İkinci məsələ saxlayıb bunları sənədləşdirmə məsələsi. Pasportla, nə bilim nə ilə istəmirlər məşğul olsunlar. Məni belə əlin qaldırdı, gördü xaricidə əlini saldı. Məsəl üçün İvu şəhərində elə bir şey yoxdur. İvuda xaricini uzaqdan görəndə qaça-qaça gəlirdilər. Guangzhouda elə bir məsələ yoxdur. Çində bilirsiniz, bir şey saxlayırlar. Təbii ki, yuxarıdan bir göstəriş gəlməyib ki, bu xariciləri saxla. Bunu boşluq kimi qəbul eləmək düzgün deyil. Yəni bu boşluq deyil, bu sadəcə necə deyirlər, bu bizə olan bir jestdir bu dəqiqə. Nə ilə əlaqədardır? Mən bu 2 dənə variantdan başqa variant görmürəm. Image, Guangzhouda ümumiyyətlə xarici çoxdur. İşləyirlər, pul gətirirlər, öz ölkələrinə danışırlar. Burada nə rahat. Bu yumşaq qüvvədir. Biz hamımız dost tanışımıza yazırıq, danışırıq və yaxud da TikTok belə sosial mediada danışırıq ki, bura nə gözəldir, nə qəşəngdir, dəymillər, dolaşmırlar, necə istəyirik gəzir, amma elə deyil. Göründüyü qədər deyil. Məsəl üçün Zhejiang əyalətində və yaxud da başqa əyalətdə elə deyil. Sizin əyalətinizdə, sizin şəhərinizdə necədir? Kommentariyalara yazın zəhmət olmasa. Görüşərik. Uğurlar.